إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqva olmazda çağırıram. Allah subhanətə Allah bizi bu dini göndərib və əmr edib ki, bu dinlə gedək. Və bütün nəcatı, dünya və axirət nəcatını da bu dinlə bağlayıb. Və bildirib ki, dində naqisliyi yoxdur. Və buyurur ki, Əl-yevm əkməltu ləkum dinəkum. Əl-əyə. Nəbi, sənin dinin kamil oldu. Və dinimiz kamildir. Və bildirir ki, kim bu dindən başqa dinə getsə, Allah subhanətələ ona heç nə qəbul etməyəcək. Çünki özü bildirir ki, onun yanında din, hansı ki o qəbul edir, o İslam dinidir. İnnə dinə indəllahil İslam. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem yollayıb. Və buyurub ki, kim ona tabi oldu, haqq yolu tapıb, nəcat tapacaq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem həmçində buyurub ki, özü kimi o havadan danışmır, onun danışığı da vəhdir. Ona görə əmr eləyib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sizə nə əmr edibsə onu götürün və nədən çəkindiribsə ondan çəkinin. Və sair ayələr və səhih hədislər. Lakin buna baxmayaraq görürsən, müsəlmanların içində başqa cür fikirləşənlər də olur. Bu Quranla və ya bu hədislərlə zəlalətə düşən də olur. Çünki şeytan bir dənə günahlarla gəlmir. Şeytan dinlə də gələ bilər. Və fikir versək, dinlə ən birinci firqə xavariclərə şeytan necə ola anlatmışdı. Hələm sahabələr sağ, Peyğəmbər sallallahu aleyhi ve selləmi görənlər sağ, artıq firqə çıxmışdı. Və özü də necə firqə? Necə bunu qeyd edirik? Çünki Peyğəmbər sallallahu aleyhi ve selləm heç bir firqə üçün bu cür sözlər deməyib. Necə xavariclər üçün deyib. Hətta dəhşətli özünü də görürsən bu günlər necə firqələr var. Lakin onlar heç də deyilməyib. Lakin xavariclər üçün nələr deməyib. Deyib ki, boynuz kimidirlər. Kəsəcəksən, yenə bitəcək. Cəhənnəmin tulaları. Deyir, onları Ad və Samud qovmu kimi öldürün. Və onları öldürməkdə nə qədər savab var. Onlar müsəlmanları öldürəndə müsəlmanlar şəhiddir. Onlar öldürən müsəlmanları. O müsəlmanlar şəhiddir. Ox yayından çıxan kimi çıxırlar İslamdan. Səfihdirlər. Qırxılıdırlar. Çoxsu uşaqdır. Balaca dişli gəlir, çoxsu uşaqdır. Və oxuduqları boğazlarından yuxarı gedməyəcək. Yəni, düzgün başa düşməyəcəklər Quran-ı kərimi. Və sair. Təsəvvürlər, bir dənə firqə üçün Peyğəmbər salsın belə deyib. Xeyr. Ona görə müsəlman. Bu həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem müsəlman üçün bir işarədir, tənbihdir ki, ehtiyatda olsun. Lakin buna baxmayaraq, bir gün var müsəlmanlardan ki, o firqələrə özünü oxşadır, özünün xəbəri olmasa da, lakin təhqiqat aparanda
onun əqidəsi görürsən ki, həmən firqə əqidəsidir. Və bu əqidə elə gətirib çıxardır ki, insanı, elə şeyləri gətirib çıxardır ki, müsəlmanları öldürməyi. Elə şeyləri gətirib çıxardır ki, o firqə ancaq işləri müsəlmanlarla olur artıq. Kafirlər yaddan çıxır. Çünki Peyğəmbər sallallahu deyib bu firqə çünki kafirləri tərk edib işləri müsəlmanlarla olacaq. Kafirləri tərk edib işləri müsəlmanlarla olacaq. Və s. Lakin buna baxmayaraq, bu fikirlər var, gəzir və alladıcı üslublarla edilir. Əhl-i-sünnlə, xalis göykü əhl-i-sünnlə özlərini göstərməklə təbliğ olunur. Və xüsusən də kimlər təbliğ olunur bilməyənlər, xüsusən təzələr. Xüsusən də təzələr. Görürsən, danışanda, xüsusən məsələləri danışır, gör çeşdi bilmir. Lakin elə məsələlərdən danışır ki, onlar elə bilirlər ki, normaldır, yaxşıdır da, amma bilmirlər ki, bu fikir nə yaparır? Peyğəmbər sallallahu aleyhi ve sellem gör, nələr deyib olar bu arada, qeyd etdik. Ona görə onlar da iki cürdür, müasirlər. Var dəhşətləri xulatlar, hansılar ki, böyük günah sahiblərini kafir görürlər və s. Və nəticədə neyirlər? Hakimləri, müsəlman hakimin yaşadığı yerləri kafir görüb, həmçinin məhkumları da kafir görüb, yəni əhalini və sonda neyirlər? Başlayırlar əhalini öldürməyə. Və öldürürlər əhalini, alimləri öldürürlər, qadınlara halal görürlər və oradakı yaşayanların, müsəlmanların mallarının halal görürlər. Və o namussuzlardır bunlar, bu namussuz firqəsi. Bunlar var. Məsələn, Əl-Cəzairdə kim əgər diqqətlə, müşahidə eləsə oradakı hadisələri görər, düşürlər dağlardan, kəntin cəmatını öldürürlər, qızları aparırlar özlərinə, deyirlər kafirdirlər olar. Və mallarını da götürüb aparırlar. Quldur. Quldurluqdan başqa bir şey demək olmaz. Lakin özlərin deyirlər ki, bunlar müsəlmandır gör ki, güclü müsəlmanlardır. Bunlar cəmaat ise kafirdir cəmaat. Və var ikinci növü birinci növdən daha şiddətlidir, daha xəbisdir, daha təhlükəlidir. İkinci növ xavariclər, cürbəcür növlərlə, hələm, onlar da cürbəcürdür. Onlar deyirlər, yox, hakimə qarşı biz çıxmırıq. Biz danışırıq hakimlə, bəli, gecə-gündüz məclislərimizin zikridir, yəni bismillahdır. Bismillahla başlayırıq yeməyi və sonra da bismillahla qutarıq. Və məclisdə əgər hakimdən, məhkumlardan söhbət olmasa, o məclisdə savab yoxdur. Bunların əqidəsinə görə. Və bunlar da böyük günah sahiblərini təkfir edir və s. Sadəcə birincilərdən fərqi nədir? Yox, biz çıxmırıq hakimə yaxşı. Biz deyirik, yox, olmaz, cəmaatı öldürmək olmaz, patlatma olmaz və s. Aydındır. Lakin bu obrislərdən də pisdir. Ona görə sələflər, alimlər, bunlar qadiyyə firqəsi deyirlər, qadiyyə, yəni danışırlar, ancaq hərəkət eləmirlər, oturublar. Bunlar xavariclərin qadiyyə firqəsindəndir. Deyirlər, biz düzdür, hakimə qarşı danışırıq, amma biz hakimi demirik. İnqilab ola, hakimə qarşı çıxmalı demirik. Bunlar qadiyyə firqəsidir və qadiyyə firqəsi barədə alimlər buyurublar ki, daha şərən xavariclərin ən şərli firqəsidir. Təsəvvürlə, ən şərli firqəsidir bu. Və təbii ki, həm də bu balıqlar xavariclərdir. Çünki onlar kişi idilər, onlar mərd idilər, onlar məsələn kəsirdin, doğruyurdun, əqidəsindən dönmürdülər, deyirdilər əqidələrin. Sonra həmçinin hafiz idilər, hamısı hafiz idi. Bunlar isə, bunlar balacadılar, bunlar oxşayırlar onlara. Ona görə alimlər, Şeyx Albani kimi başqalar deyirlər, bunlar xavariclə quyruqlardır. Bu daha münasibdir. Hələ orada qalsınlar. Hələ quyruq yerində qalsınlar, o daha münasibdir bunlar. Və əsas da, yəni dəlilləri nədir qardaşlar? Dəlilləri ümumi. Məsələn, Quran-ı Kərimdən ayələr gətirirlər, ümumən. Məsələn, gətirir ki, Allah subhanətə edib belədir, öldür hamısını, qutardı. Sən nöşkəyəm ona buna qulaq assan. Və Allah təala açıq aydın da deyib də qutardı da, şərhə nə ehtiyac var? Şərhə qoymurlar getməyə səni. Çünki şərhə getsən, haqq aydın olacaq.
şərh bəyan eləyir. Sən nə vaxt öldürə bilərsən qeyri-müsəlmanı və nə vaxt öldürməyə bilərsən və kimi öldürə bilərsən, nə cür, harada, nə vaxt və s. Ona görə şərhləri qəbul eləmirlər bunlar. Ümumi dəlillər və ya hədislər gətirirlər ümumi məsələn və ya alimlərin sözlərinin ümumən. Və çox da aldadıcı üsullarından budur ki, onlar gətirdikləri alimlər çox var, məsələn, özləri kafir görür onları. Lakin səni aldatmaq üçün, məsələn, deyir, Şeyx bin Baz belə deyib, Hüseymin belə deyib, Albani belə deyib, rahiməhumullah. Bunlar ki, əslində onlar özləri kafir görürlər onları. Bu da aldadıcı üsullardandır. Və ya məsələn, gətirirlər məsələn, alimlərdən sözləri və ya elm tələbələrinin sözlərini məsələn, qoşurlar kasetlərdə, cürbəcür buradan kesib, allatmaq sözləri, deyirlər, gör şu an kes nə deyib. O da, avam da qulaq asır, deyir, doğrudan abi, bu nə danışır? Hə, qutardı, mən sizə qulaq asıram, onlar da başlayırlar bunu yönətməyə necə istəyirlər. Və dəvətlər də nədir? Məscidə getmə, kimə qılma, kim bizimlə deyil, hamı kafirdir, qutardı, otur evdə, hərdən görüşək, təkfir eləyək, biraz zikr eləyək və bu da bizim dinimiz. Bu İslamdır. Ona görə də əsas da, qardaşlar, əsas fikirlər də nədir? Mütləq o fikirlərin demək lazımdır ki, tanımaq üçün bu şərri firqəni ən birinci böyük günah sahiblərini kafir görürlər bunlar. Yəni, biz bu məsələdə, böyük günah sahiblərin məsələsində xavariclərlə bizim və murciələrdən bizim fərqimiz nədədir? Xavariclər deyirlər, böyük günah sahibi kafirdir, murciələr deyirlər, mömindir. Biz isə deyirik ki, Əhl-i-Sünnə və Cəmaət sələflər, böyük günah sahibi kafir deyil, ancaq asidir. Bu məsələdə biz fərqləririk, xavariclərdən, murciələrdən. Lakin, bunlar deyirlər, yox, nə danışır, içki tutardı. Əməl dəlidir ki, halal görür və salam. Əməl dəli də öyle halal görür. Ona görə bu əlamətləri böyük günah sahiblərini təkfir eləmək. İkinci əlamətlərindən müxalifləri təkfir eləmək. Yəni, kim onlarla deyilsə, onların müxalif olanları təkfir eləmək. Və müsəlmanları yəni. Həmçinin bunlar üçün də mütləq, müəyyən təkfirdən fərqi yoxdur. Yəni, var ümumən təkfir, var müəyyən bir şəxs təkfir. Çünki təkfir mövzusunda bunlar fərqlənir. Fərq qoymurlar, fərqi yoxdur. Ola bilsin, amma danışdıranda, bəli, təkfirin şərtləri var və s. Ola bilər, səni anlatmaq üçün bunu desinlər. Amma tətbiqdə isə heç bu görmürük. Tətbiqdə əməlləmirlər. Tətbiqdə bunlar xavariclərin üslubunda gedir. Həmçinin üçüncü əlamətlərindən möhtərəm müsəlmanlar, kafir edirlər o müsəlmanları ki, o vaxt ki, bunlar kafir edənləri sən kafir etmirsən. Təkfir eləmirsən. Yəni, bunlar kafir görəni, sən kafir görməsən, qutardı, işin bitdi. Yəni, sən oldun xain, harası işləyən və ya harası cəssi və ya qorxaq, sonunda isə kafir. Yəni, çünki bunlar təkfir eləyəni, sən gələ təkfir eləməlisən. Eləmədin, işin bitdi. Bu da əlamətlərindəndir. Həmçinin əlamətlərindən məscidlərə gəlməmək, cəmaatı məscidlərdən çəkindirmək. Deyirlər, məscidə getməyin. Hətta bəziləri var, çünki necə qeyd elədim birincidə, onlar cürbəcürdür. Onlar cürbəcürdür. Bəziləri var, hətta deyirlər, həcc bu saat fərz deyil. İndi ola bilər zındıqlardan, onlardan qulaqsı düşür, o qamət yalan deyir. Yox, mən deyirəm ki, məsələn, bizim dəstə, məsələn, filan məhəllənin dəstəsi, deyirik ki, yox, həccə getmək olar. Amma yox, indi sizin məhəllədə deyirlər bunu. Amma elə növlərimiz var, deyirlər, həcc bu saat düzgün deyil eləmək. Həcc düşür fərzliyi. Çünki nə üçün? Deyirlər ki, ora kafirlərin əldədir. Sənin üçün dağır küfürdür ora. Ona görə. Yəni, həmçinin əlamətlərindən, məsələn, müsəlmanlar, Allahın hökmünə hökm verməyən fərqi yoxdur, hansı hakim olsun, təkfir eləmək. Təfsilatsız. Təfsilatsız, kim ki Allahın hökmünə hökm vermir, təkfir eləyirlər. Bax, belə əhl-i-sünnədə bu var, lakin əhl-i-sünnə təfsilatı gedir. Təfsilatla hökm verir. Ya təkfir eləyir, ya tafsiq eləyir, ya asi eləyir və s. Amma bunlarda təfsilat yoxdur. Kim vermir, qutardı. Ona görə bunlar deyirlər ki, bu firqə bu
saat İslam ölkəsi yoxdur yer üzündə. Hər yan küfürdür, küfür diyarıdır. Və bu da bunların təbliğatı. Hətta Kəbə. Ona görə də bu məsələdə olanın münaqişə əslən, o xəstədir, yəni xəstənə nə münaqişə edirsən? Xəstəyə dərman verir, yavaş-yavaş. Çünki məsələn, sən tutaq ki, durub bununla münaqişə eləsən ki, Azərbaycan Darüstan'da yoxsa yox, bu adam təkfir edir, Kəbəni Darüstan görmür. Sən Azərbaycanlarla bunu mübahisə edirsən, əslən, vaxtı aparsan. Həmçinin əlamətlərindən möhtərəm müsəlmanlar, necə dedik, məscidlərdə namazı tərk eləmək, həmçinin cüməni də tərk eləmək. Bunlar deyirlər ki, cüməyə getmək olmaz. Cümə bu saat fərz deyil. Çünki darul küfürdür. Güya ki, darul küfürdə namaz qılma olmaz. Yəni cümə namazı. Bilməm, bu ahalla götürür, şeytan elə vəsvəsə deyib. Dəlilər də heç nə, Abu Hanifə bir dənə deyib, bəlkə əgər hakim zalimdirsə, orada tərk eləmək olar. O da istinad edir İbn-i Macədə bir rivayətə. İbn-i Macədəki o rivayət uydurmadır, səhih deyil. Lakin fikir versən, bunlar harada İslama, müsəlmanlara qarşı nəsə varsa, hətta uydurma olsa götürüb istifadə edirlər məsələdən. Hansı ki, cümlə namazı fərzdir. Şübhələr də nədir? Peyğəmbər sallallahu aleyhi ve selləm Məkkədə qılmayıb, amma Mədinədəkiləri deymişdi ki, qılın siz. Məkkədə qılmayıb, çünki Məkkədə namaz qıla bilmirdilər, açıq aydın. Təhlükə var idi, ona görə. Öyle ki, Peyğəmbər sallallahu aleyhi ve selləm göndərmişdi bəzi sahabələri Mədinəyə. Hələ Mədinə də sizin dediyinizlə Darülislam da öldələm o vaxtı. Yəni, indi yazıcı ilə səsimi, ola bilər, bu yeri qıra bilərlər. Mədinə o vaxtı, ya, deyirəm o vaxtı. O vaxtı Darul İslam deyildi, o vaxtı. Təkrarlayıram. Darul İslam deyildi. Bu zındıqların əqidəsinə görə də. Çünki bunlara görə, gərək hakim müsəlman olaraq şəriət tətbiq olma, onda Darul İslam adı verirlər. İslam dövləti, İslam dövlətindən həlim Darul İslamdan danışırıq. Bunların əqidəsinə görə Darul İslam deyildi, onda Mədinəyə, onda o vaxtı. O sahabələr bəziləri gəlmişdə, hamı köçməmişdi axı. Sonra Peyğəmbər sallallahu Mədinəyə gələndən sonra İslam dövləti quruldu. Deməli, bunların bunları görə də o vaxt Mədinə Darul Küfr idi. Deməli, Peyğəmbər sallallahu aleyhi dedi ki, siz qılın. Deməli, Darul Küfrdə namaz qılmaq üçün namazı qılınır. Elə deyil. Amma bunlar nə edirlər? Bunlar gətirirlər bu dəlili, gör ki, bunların xeyrinədir, amma əksinə əleyhinədir. Ona görə bu bidət əhlinin üslubu budur, qardaşlar. Çünki dəlil getirir, onlar əksinə bu dəlillər ona əleyhinədir. Lakin fırradırlar. Hətta deyəndə ki, o hədisi ki, onları deyəndə ki, bəs xavariclə əlamətlərindən budur ki, işləri müsəlmanlar olacaq, kafirləri tərk edəcəklər. Onlar nə ilə bu hədisi fırradırlarsa bizim üstümüzə. Deyirlər, görürsünüz, deməli, xavariclər biz güya ki. Siz elə bizdən danışır, kafirlərdən yox. Gör necə şeytan bulanla oynayır. Biz əlhamdülillah xavaricdən uzaq, əlhamdülillah, həmçin murcəlikdən və s. firqələrdən. Əhl-i sünnə cəma əqidəsində sələfləri yolunda sələf-i salihin və buna fəxr edilir, əlhamdülillah. Həmçin əlamətlərindən, qardaşlar, aydındır ki, elmi inkar eləmək. Ola bilsin, bəzi olanın növlərindən biri deyir ki, nə danışsan, mən elmi inkar eləmirəm, biz elmi inkar eləmirik. Amma əslində inkar edirlər. Çünki deyirlər ki, oxumaq düzgün deyil, sarıqda qeyb oxumaq. Hələ özün evdə oturur, əlhamdülillah deyir, hər şey hazırdır. Özün oxuyur. Oturub, dərhal keçir, məsələn, İbn-i Teymiyənin kitablarına. Oturur orada cümlələri oxuyur, orada türkcə çoxsu və başlayır alimlik eləməyə. Alimlik qalsın. Elə şeylər ki, o alimlər o məsələdə çox ehtiyatlıydırlar, Şeyxülislam kimi, İbn-i Teymiyyə kimi. Təlimə, elmə və elmi öyrənməyin münasibətləri fərqlənir müsəlmanlardan. Hətta daha danışıram ki, onlara görə hətta məktəbə gedmək düzgün 4 saat. Var bəzilərindən, bəziləri var, bəzi növlərindən saat deyirlər, məktəblər, universitetə gedmək düzgün deyirlər, yəni tohaddır, kafirdir və s. Hətta bəziləri deyir ki, marşrutlu taksilərə və ya avtobuslara minmək düzgün deyil. Ona bir dənə dəvə verəsən, deyəsən, sür şəhərin içində. Hətta yəni var ki, eşitmişik, bəs o şişirdməyin sonudur. Şişirdən gətirir, artıda qəribə fikirlər deyir. Hətta deyir ki, avtobuslara minmək bir saat düzgün deyil.
Həmçinin əlamətlərindən, qardaşlar, müsəlmanların kəsdiklərini haram görmək. Bunlara görə, ancaq bunlar əqidə olan kəssə, yemək olar o əti, kəsdi heyvanı. Əks halda olmaz. Düz dində Allah'tan çox səni deyirlər, yox, əgər rafizi və ya nəsə kəsibsə və ya namaz qılmayan və s. Amma yox, hətta sən kəssən, yeməyəcəklər. Hətta o vaxtdan ki, onların əqidəsində olmayınca. Ona görə, məsələn, onlar kəsdiyi yerlər də ayrıdır. Düzdür, bəzi onlar fikirdə olan qəssablar da sərfilir, çünki ancaq gəlib bundan alırlar əti. Deyirlər, əla, irəli uşaqlar, ticarət yaxşı gedir. Və bəziləri də o belədir. Yəni, əslində onlar alladırlar səni. Sən kəssən də yeməyəcəklər. Çünki onlara görə sən kafirsən. Ta onların fikrində olmayınca. Ona görə, ətləri də həm fikirlərindən alırlar. Bu da əlamətlərindən də onların müasir xalajla quyruqlarının. Həmçinin əlamətlərindən bunlar deyirlər ki, münkəri gərək silahla dəyişmək lazımdır. Qutarda demək lazım deyil. Bu nə deyək, əlamət danışır, demək, hükümət, nə, səbir və s. Bu qorxaqlığın əlamətidir və s. Əksinə, nəsə demək lazımdır. Silahla dəyişmək lazımdır münkəri. Bu da əlamətlərindəndir. Lakin, təbii ki, bu silahla dəyişəndə deməkdə də baxmırlar, bu nəyə gətirib çıxarda bilər, bu nəticəsinə fikirləşmirlər, nə fitnələri gətirib çıxarda, yoxdur bunlarda. O fikir ümumiyyətlə yoxdur. Bunlar deyilər, qutardı, qırmızı görmüşük, gedməliyik, qutardı. Yəni, başlayaq, münkəri bir silahla dəyişəcək. Nə məsləhət, nə məfsədə, hələ şey yoxdur onlarda. Bu da əlamətlərindəndir, qardaşlar. Yəni, bu fikirlər hamısı var. Ola bilər, sən təzəsən olanda, ola bilər, hiss eləmirsən bunu. Öyle ki, İslamdan danışırlar, Allah'ın nədir? Allah'dan çoxsu budur. İslamdan danışırsan, deyirlər, bu nədir? Bu dəhşətdir, bu İslam necə istəyir? Amma hansı ki, İslam özü əməlləmir. Yəni, baxsın ailəsində və s. başqadır tamamen. Və həmçinin möhtərəm müsəlmanlar, həmçinin əlamətlərindən xırda bir şübhəyə görə hakimə qarşı çıxmağı caiz görürlər. Yəni, bir dənə qutardı, çaşdın qutardı, hətta öz əmirləri arasında da. Yəni, məsələn, özləri də əmir seçilir, hər məhəllə əmiri, mini əmirlər dolu dolarda. Yəni, hər məhəllə əmiri var zat. Əgər hətta öz əmirləri birdən çaşdı, bir dənə bağlı şeydə qutardı, səndən artıq əmirliyi getdi. Çünki sən küfür edin və ya nəsə elədin. Yəni, təsəvvür indi başqaları necə? Çünki bunlara görə insan hamı gələk məsum ola, sözlərində elə çıxır. Çaşma olmaz, çaşdın qutardı, işin bitdi. Ola bilər, indi bəzilər işlər müsaad deyir, yox, biz hələ bilmir, qamət bizə bəxti, yox, hələ də öyle. Sənə ola bilər, sən etmirsən, amma hələdir, hələ çıxır. İndi ola bilər, sən o sizin məhəllədəki dəstə elə demir, amma başqa məhəllədəki dəstələr hələ deyirlər. Həmçinin, yəni ümumiyyətlə, hakimə qarşı çıxma əhlüsünnə görmür. Əhlüsünnə vəl cəmaa hakimə qarşı çıxmağı görmür. Əksinə, əhlüsünnə vəl cəmaa alimlərimizdən hakimə qarşı çıxmamağı qiyamət günü nəcat tapan əməllərdən görüblər. Nəcat tapan əməllərdən görüblər. Ona görə Yahya ibn Avndan rivayətdə deyir ki, bir gün deyir ki, Səhnunla girdim İbn Qasarın yanına, xəstə idi. Yəni bunu deyir Yahya ibn Avn, Səhnunla deyir ki, girdi İbn Qasarın yanına, xəstə idi, dedi ki, gördük ki, halı belə narahatdır. Dedi ki, nə olub sənə? Dedi ki, görürsə artıq ölüm yaxınlaşır. Narahatam. Allah qarşısına gedəcəm. Narahatam. Dedilər ki, hanım dedi ki, məyər sən Peyğəmbər sallallahu aleyhi ve selləmi Peyğəmbərlərə iman gətirməmisənmi? Məyər ahirətə iman gətirməmisənmi? Məyər həşir gününə, haqq hesaba, cənnətə və cəhənnəmə iman gətirməmisənmi? Məyər İman gətirməmisənmi o məsələ ki, ümmətin Peyğəmbərdən sonra sallallahu aleyhi ve sellemlə ən əfsəli Əbu Bakır Ömərdir, İman gətirməmisənmi? Məyər iman gətirməmisənmi ki, Quran Allahın kəlamıdır, məxluq deyil və həmçinin Allah subhanət hələ qiyamət günü görəcəyik və Allah subhanət hələ ərşinə istiva eləyib, iman gətirməmisənmi? Məyər iman gətirməmisənmi ki, biz silahla hakimə qarşı çıxmırıq, neynəsə, lab həddini açdı belə, fikir versən, məhər iman gətirməmsəm ki,
biz hakimi qarşı çıxmırıq, lap həddini açdı belə. Və deyir ki, bəli, vallahi. Deyir, onda həlisə rahat öl günə, rahat öl. Bunu Siyar Aləm Nübələ, İmam Zəhəbi, Siyar Aləm Nübələ, 13-cü cild, 67-ci səhifədə deyir. Həmçin, möhtərəm müsəlmanlar, bir neçə artıq əlamətlərindən danışdıq. Həmçin, əlamətlərindən onlara aydın olmayan müsəlmanları o arada dayanırlar. Bəzi növləri təkfir də eləmir, lakin müsəlman da demir. Lakin bəzi növləri deyir, təkfirdir, qıtardır. Məsələn, deyir ki, küçədə səninlə söhbət edin, deyir, baba, məsələn, bu cəmaat var, keçirlər küçədə. Sən onları müsəlman görsən, məsələn, bab filan keçir. O müsəlmandır, yoxsa yox. Sən də qalsan belə ki, özün də. Deyir, rahat müsəlmandır, inşallah. Zahirən biz götürük, xafıza taxmayıb və bilirik ki, əlhamdülillah, əhalinin çoxsu müsəlmandır burada. O deyir ki, yox, mən şübhə eləm o müsəlmanlarına, hələ bildirməyib. Buna görə hamı bunun yanından keçəndə şəhadət deməlidir. Yəni, Tarqovda deyanır bu, bunun yanından keçəndə hamısı sağa və şəhadəti deyib keçməlidir. Ki, bu adam müsəlman üçün yox, hamımız dilxol olacaq. Ki, bu bizə müsəlman deməsə. Buna görə belədir. Ona görə balaca bir şübhə varsa, aydın deyilsə, hətta müsəlmanlar, bunlar onu müsəlman saymır. Və bəziləri nə müsəlman sayır, bəzi məhəllərin dəstələri və bəziləri isə deyirlər, yox, nə müsəlmandır, nə də kafir. Bunlar indi keçdilər, Mu'təzilə oldular indi. Mu'təzilə belə deyir. Bunlara deyirlər, təbyin, minhəcə təbyin, yəni bəyan olunmayınca bunlar müsəlman saymır adamı, yəni müsəlmanı. Və belə qıssa bəzi məlumatlar verdi, qardaşlar. Və Allah subhanətə alə bizi bu şər tayfalardan, dəstələrdən, şeytani dəstələrdən qorusun. Və sadəcə bu bir tənbih idi, yəni qardaşlara ki, bilməyən qardaşlar anlamamalıdır onları şeytani şübhələrə və s. Allah subhanətə alə bizi dində sabit eləsin və sələfin yolunda gedənlərdən etsin. Əqul həzə və əstəğfirullah li və likum və salim müslimin min kullidən əstəğfiru innəhu vəl qafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafın ənbiya və müsəlin seyyidina Muhammedin və alə əlihi və ashabi əcmain. İbadallah. Allah subhanət hələ bizi inşallah işte faydalardan etsin. Allah Teala xalqımıza hidayət etsin. Allah subhanət hələ o qardaşlar ki, bacılar ki, xəstədirlər, yarabalar şəfa ver. Ya Rab, ölkəmiz həmçin müsəlman üçün xətadan, bəladan qoru. Ya Rab, müsəlmanlara kömək ol. Ya Rab, müsəlmanlara izzətləndir. Ya Rab, məscidimizi və cəmaatımızı fitnədən əhlindən qoru. Və həmçinin məscidimizi açılmağın, Ya Rab, kömək ol. Əqul, ibadallah, innallah ya'muru bil adli vel ihsani və ita'i zil qurba və yenhanil fəhşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun və li zikrullah ekber vallahu ya'lem ma tasna'un. Vaktimiz salat.